Gecələr hər kəs yatanda, dünyanın səsi azalanda, bəzi bürclərdə tam başqa bir enerji oyanır. Onların gizli tərəfi yalnız qaranlıqda görünür. İndi sənə gecələr ən ehtiraslı olan 5 bürcü deyəcəyəm. Bəlkə də bu siyahıda sən də varsan. 5-ci yer Əqrəb. Əqrəbin ehtirası haqqında çox danışılır, amma gecələr onlarda dərin bir cazibə açılır. Sakit görünən baxışın arxasında insanı çəkən bir sirr gizlənir. Əqrəb gecə yazanda, danışanda hər cümləsində gizli bir istək olur. Bu enerjidən qaçmaq olmur, sanki içindəki qaranlıq yanğı səni özünə çəkir. 4-cü yer Oxatan. Oxatan gündüz çox şən və azad görünə bilər, amma gecə onların açıq sözlülüyü daha ehtiraslı olur. Mesajlarında cəsarət artır, sözləri daha cazibəli olur. Onların səmimi təbəssümü gecə daha təhlükəli şəkildə sehrli olur, insanı özünə çəkən isti bir enerji kimi. 3-cü yer Şir. Şir gündüz güclü görünə bilər, amma gecə daha yumşaq, daha yaxın, daha hisli olur. O, sevdiyi insana bütün diqqətini verəndə, hər sözündə, hər səsində bir istilik hiss edilir. Şirin ehtirası səsküy deyil, dərin və özünə bağlayan bir enerji kimi gecənin içində açılır. 2-ci yer Qoç. Qoç onsuz da od elementidir. Amma gecə bu od iki qatalovlanır. Onlar hisslərini gizlətmirlər. İstədiklərini açıq deyir, yaxınlaşmaqdan çəkinmirlər. Gecə emosiyaları güclənir, enerjisi artır və Qoç adətən istədiyi şey üçün gözləmir, sadəcə gəlir. 1-ci yer Tərəzi. Günün ərzində sakit və balanslı görünən tərəzi gecələr tamam başqa biri olur. Onun romantik enerjisi, yumşaq səsi, baxışının istiliyi hamısı daha güclənir. Tərəzinin gecə yaratdığı aura həm rahatladır, həm həyəcanlandırır. Onlarla gecə danışmaq biraz sehr kimidir. Çox yüngül, amma çox təsirli. Deyirlər bu bürclərin enerjisi dəyişir, sözləri yumşalır, hissləri güclənir, cazibələri 2 qat artır. Onlarla gecə danışmaq sadəcə söhbət deyil, kiçik bir ehtiras seyridir. Bu bürclərdən biri ilə aranızda belə enerji varsa, rəy bölməsində qeyd edin.